Sanıram hər birinizi artıq imtahanlarımız yaxınlaşır. İstər blok, istər sertifikasiya, istərsə də MİQ imtahanlarına artıq az bir vaxt qalır. Biz də çalışırıq ki, kanalımızda indiyə qədər paylaşmadığımız, hamıya açıq şəkildə olmayan video dərslərimizdən yenə də paylaşaq və bu gün də sizinlə birlikdə coğrafiyanın ən önəmli mövzularından biri olan Azərbaycan əhalisi mövzusu ilə qarşınızdayıq. Bu gün özümüzdən danışacağıq, yəni Azərbaycan əhalisindən. Təbii ki, Azərbaycan əhalisi fikir versəz, dərsliklərdə də adətən praktik mövzu olaraq verilir. Çünki əsasən statistikaya söykənən bir mövzudur və biz də bugün həm sizinlə o dərslik əsasında verilən statistika komitəsinin hazırladığı statistik göstəricilərə baxacağıq, həm də bu göstəricilərə baxaraq, bunları analiz edərək Azərbaycan əhalisi haqqında əsas məsələləri vurğulayacağıq, bir yerdə müzakirə edəcəyik və Azərbaycan əhalisini öyrənəcəyik. Siz ümumiyyətlə əhali bölməsindən bilirsiniz ki, biz dünya əhalisini də öyrənəndə əsas olaraq onun sayı, təbii artımı, onun təbii ki, məskunlaşması, yerləşməsi, sıxlığı, tərkibi, yəni oradakı milli fərqlər kimi əsas məsələlərə baxırıq. Elə Azərbaycan əhalisi haqqında da danışanda ən birinci baxacağımız məsələlər bunlar olacaq. Birincisi, biz Azərbaycan əhalisi haqqında danışanda deməliyik ki, Azərbaycan Cənubi Qafqazda əhali sayına görə birinci yerdədir. Yəni, Ermənistan və Gürcüstanla müqayisədə bizim əhalimiz daha çoxdur, sayı bilirsiniz. 2019-cu ildən sonra artıq Azərbaycan əhalisinin sayı 10 milyon nəfəri ötmüşdür. Hazırda 10 milyondan çox əhalimiz vardır bizim. Və Azərbaycan əhalisinin sayı təbii ki, bütün dünyada olduğu kimi əsasən 20-ci əsrdən etibarən artmağa başlamışdır. Birincisi, gəlin Azərbaycan əhalisinin artım qrafikinə və təbii artımına nəzər yetirək. Biz əhali bölməsindən də bilirik ki, dünya əhalisi ümumiyyətlə 19-20-ci əsrdən sonra yüksək şəkildə artıma çatmışdır. Xüsusilə 20-ci əsrdə bu təbii ki, tibbin inkişafı, sənayenin inkişafı, insanların həyat şəraitinin texnika, texnologiya sayəsində biraz daha yüngülləşməsi səbəbindən oldu ki, orta ömür müddəti qalxdı. Əvvəllər belə deyək, qədim dövrdə də çox uşaq doğulurdu əslində. Sadəcə həm ara müharibələr çox idi, həm müharibədən başqa da tibb inkişaf eləməmişdi. İnsanlar çox adi səbəblərdən, çox adi xəstəliklərdən ölə bilirdi və s. Ancaq 20-ci əsrdən tibbin inkişaf eləməsi, eyni zamanda sənayenin inkişafı buna səbəb oldu ki, dünyada demoqrafik partlayış baş verdi. Bu özünü təbii ki, Azərbaycana da göstərdi və Azərbaycan əhalisi də artdı. Belə ki, 20-ci əsrə qədər, 19-cu əsrin ortalarına qədər cəmi 1,5 milyon əhali saylarında olan əhali 20-ci əsrdə demoqrafik partlayışa məruz qaldı və dediyim kimi 2019-da artıq 10 milyon saya çatdı. Biz Azərbaycan əhalisinin 2000-ci ildən sonraki artımına və oradakı şəhər və kənd əhalisinin artımına gəlin nəzər yetirək. Görürsünüz ki, 2000-ci ildən sonra Azərbaycanda əhali, bu göy sütunlar bütün əhalini göstərir. Azərbaycanda əhali artan qrafiklə davam edib gördüyünüz kimi. Bunlarda şəhər əhalisi yenə də arta davam edib, ancaq kənd əhalisində siz görürsünüz ki, cüzi də olsa enmə müşahidə olunur. Yəni, Azərbaycanda ümumi əhali artdıqca son illərdə, 21-ci əsrdə burada şəhər əhalisi nisbətən kənd əhalisini üstələmişdir. Yəni, urbanizasiya səviyyəsi yarını keçmişdir. İndi urbanizasiya haqqında da əlavə danışacağıq. Baxın, burada da yenə qrafik gördük. Görürsünüz ki, ümumi əhali artaraq davam edir. Daha sonra burada şəhər əhalisi artır, kənd əhalisi nisbətən azalır. Hazırda Azərbaycanda urbanizasiya təqribən 54%-dir, yəni yarıdan çoxu ölkənin şəhərlərdə yaşayır. Biz burada illər üzrə Azərbaycanda olan ümumi artımı görürük. Fikir versəz, məsələn, 2005-ci ildə Azərbaycanda ümumi artım hardasa 90 min intervalındadır. Daha sonra 2012-2013-cü illərdə bu 120 min intervalında olmuşdur. Son illərdə isə fikir versəz, əhalinin ümumi artımı azalmışdır. Daha sonra biz burada illər ərzində təbii artıma baxırıq. Gördüyünüz kimi, biz təbii artımda nədən danışırıq? Dedik ki, 1980-cı illər, 60-cı illərdən sonra demoqrafik partlayış baş verdi. Yəni, əhali həddən artıq artdı. Daha sonra 90-cı illərdə əhalinin təbii artımı azaldı. Bunun da səbəbi nədir? Birinci Qarabağ müharibəsi. Daha sonra 21-ci əsrin əvvəllərində yenidən təbii artım Azərbaycanda nisbətən artmağa başladı. Ölkənin təbii ki, inkişafı ilə əlaqədar. Fikir versəz, məsələn, 2000-ci ildə 8,8 nəfər təbii artım var hər 1000 nəfərə. Sonradan bu 8 intervalında gedir,
Gəlir 2006-2007-ci illərdən etibarən 11 nəfər keçir. Daha sonra hətta görürsünüz 2011-2012-ci illərdə 12-13 nəfər təbii artıma çatırıq biz. Bu dövrlərdə artıq biz təbii artımın ikinci tipində idik. Bilirsiniz ki, təbii artım hər 1000 nəfərə 12 nəfər və daha çox olduqda bu ikinci tip sayılır. Bu dövrlərdə biz təbii artımın ikinci tipində idik. Ancaq daha sonra fikir versəz, 2015-ci ildən sonra fikir verin, təbii artım azalır yenidən. Fikir verin, bax 11,7, 12,2, sonra gəlir 10,6, daha sonra 8-lərə düşür. Hətta 2021-ci ildə 3,5 nəfər, 2023-24-cü illərdə isə 5-4 nəfərə qədər düşür təbii artım. Yəni bu o deməkdir ki, son illərdə artıq Azərbaycan belə deyək, əhalinin təbii artımı 3-4 nəfərə qədər düşmüşdür. Təbii ki, bu statistik göstəricilər ildən ilə dəyişir. Müxtəlif kitablarda, müxtəlif o kitabların illərinə görə, götürdükləri statistikaya görə, məsələn, siz gedib baxsaz görəcəksiniz ki, güvəndə olan rəqəmlə, güvənin kitabında olan rəqəmlə, məsələn, tutaq ki, dərslikdə olan rəqəm cüzi fərqlər var. Bunlar əhəmiyyətli bir şey deyil. Yəni, nəticə etibarilə biz başa düşməliyik ki, təbii artım düşür. Bu sadəcə ildən ilə statistikaya görə dəyişən bir şeydir. Birində 3,5 yazır, birində 4,2 yazır, 4,5 yazır. Hər bir halda artıq əhalinin təbii artımı 3000 nəfərə, 3-4 nəfərə qədər enmişdir. Və artıq Azərbaycanda demoqrafik qocalma prosesinə doğru biz başlaya bilərik. Niyə görə? Çünki bu təbii artımın azalması ilə birlikdə Azərbaycanda orta ömür müddəti geri-gedə qalxır. Belə ki, aydın məsələdir ki, əvvəllər orta ömür müddəti bütün dünyada olduğu kimi Azərbaycanda da az olub. Ancaq müasir tibbin inkişafı ilə müasir dövrdə artıq orta ömür müddəti artır. Və orta ömür müddəti artdıqca bir tərəfdən də təbii ki, doğulanların sayı azaldıqca, təbii artım azaldıqca əhalinin payında yaşlı əhalinin sayı artır, faizi artır, uşaqların faizi azalır ki, bu artıq yavaş-yavaş demoqrafik qocalmaya doğru getməyin bir nişanıdır. Belə ki, Azərbaycanda ümumi orta ömür müddəti 72,6 ildir. 72,6 il. Amma bu qadınlarda və kişilərdə fərqlənir. Dünyanın əksər yerlərində olduğu kimi Azərbaycanda da qadınların orta ömrü kişilərin orta ömründən daha çoxdur. Belə ki, qadınlar üçün bu rəqəm 75,4 il, yəni 75 yarım, kişilər üçünsə 69,9 ildir. Bu dediyim statistik rəqəmlər yenə dərslikdəndir. Yenə də siz bunu məsələn deyirəm də güvənin kitabında məsələn daha fərqli oxuya bilərsiniz. Amma burada elə bir ciddi dəyişiklik olmayacaq. Ümumən yadda saxlaya bilərsiniz ki, orta ömür müddəti 72-73 il, qadınlar üçün bu 75, kişilər üçün isə 70 yaş olaraq yadda saxlaya bilərsiniz. Bunun heç bir eybi yoxdur. Ümumi statistik məlumatlardır bunlar. Yəni bizə burada anlatılmaq istəyən nədir? Orta ömür getdikcə artır. Orta ömür artdıqca yaşlıların payı artır əhalidə və burada bizim çıxardığımız nəticə nədir? Qadınların orta ömür müddəti kişilərin orta ömür müddətindən daha çoxdur. Qadın kişi demişkən biz bilməliyik ki, Azərbaycanda qadınlar cüzi də olsa daha üstündür əhalidə, cins tərkibində. Yenə dərslikdə olan statistika mən sizə deyirəm ki, 50,1% adam ölkədə qadınlardır, 49,9% isə kişilərdir. Bu demək olar ki, bərabərdir, amma qadınların cüzi üstünlüyü var. Hardasa 1000 qadına 1003 kişi olaraq bunu təsəvvürləyə bilərsiniz statistikanı. Ancaq doğulanlarda kişilərin sayı çoxdur. Baxın, bu dediyimi bir daha deyirəm. Bax, doğulanlarda oğlanlar daha çoxdur. Yəni oğlan uşağı daha çox doğulur ölkədə. Ancaq ölkənin ümumi əhalisində qadınlar daha çoxdur. Yaxşı, deyə bilərsiniz ki, bu necə olur? Daha çox doğulan uşaq oğlan uşağıdır, amma ölkədə qadınlar daha çoxdur. Bunun bir neçə səbəbi var. Bayaq da gördüyünüz kimi qadınların orta ömür müddəti daha çoxdur. Müharibələr zamanı insan itkilərində düz qadınlar arasında da olur, amma bu daha çox kişilər olması. Bundan başqa qəzalarda, müxtəlif cinayət hadisələrində, zərərli vərdişlərdən ölənlərin daha çox kişilər olması buna gətirib çıxarır ki, doğulanda oğlan uşaqları çox doğulur. Ancaq bu yaş keçdikcə oğlanlar, yəni kişilər daha çox öldüyünə görə qadınların sayı orta yaşda onları müəyyən qədər keçir. Və Azərbaycanda qadın və kişi nisbəti bu şəkildə yer alır. Daha sonra biz nədən danışırıq? Burada siz bilirsiniz ki, əhalidə yaş cins piramidaları var.
Bugün bu dərsimizdə biz sizinlə Azərbaycanın yaş cins piramidası nəzər salırıq. Bax, bu şəkli olduğu kimi birinci göz yaddaşınızdan çalışın, yadda saxlayın. Harada testdə bu piramidanı görsəz, bu Azərbaycanın yaş cins piramidasıdır. Yaxşı. Azərbaycanın yaş cins piramidasında bizim nəzərimizə əvvəla nələr çatmalıdır? Birinci biz görürük ki, kişilərlə qadınların sütunları demək olar ki, bərabərdir. Çünki qadınlar çox cüzi olaraq çox idi. Yəni orada 0,2% bir fərq var idi. Bundan başqa bizim burada nə nəzərimizə çarpır? Fikir verin, təbii artım son illər azalıb, az öncə də vurğuladığımız kimi və burada çox maraqlı bir hal var. Orta hissədə əhalinin daha çox olması, piramidanın aşağı hissəsində isə sütunların daha balaca olması. Bu çox diqqət edilməli bir nüansdır. Bunun səbəbi nədir? Normalda bunun bir neçə səbəbi ola bilər. Ya piramidanın bu formada olmasının səbəbi ölkənin güclü immiqrant ölkəsi olması ola bilər. Yəni ki, ölkədə təbii artım azdır, uşaqlar azdır, amma orta yaşlılar çoxdur. Niyə? Çünki ölkəyə miqrant axını var. Buna görə miqrantlar da hər halda yəni 5 yaşında gəlmir də, yəni ən azından 20-30 yaşında gəlir. Ona görə o yaş aralığı daha çoxdur, uşaqlar daha azdır. Ya bu formada ola bilər, məsələn, Avropa, Qərbi Avropa ölkələrində, inkişaf etmiş ölkələrdə. Amma bizdə buna görə deyil. Bizdə piramidanın orta hissəsinin, bax bu gördüyünüz kimi daha enli, aşağı hissəsinin daha dar olmasının səbəbi təbii artımın dəyişməsinə bağlıdır. Çünki mən az öncə sizə cədvəldə illər üzrə təbii artım statistikasını göstərəndə dedim ki, Azərbaycanda əsrin əvvəllərində 2010-larda artıq təbii artım artmışdı. Bundan əvvəl də hətta 1960-80-larda da təbii artım daha çox idi. Yəni indiyə qədər son dövrlərdə təbii artım çox olmuşdu. Ona görə burada gördüyünüz həmin bu 20, 30 və 40 yaşlı insanların sayı daha çoxdur. Çünki o vaxt təbii artım çox olub axı və həmin adamlar da bunlar böyüyüblər, çatıblar 20, 30, 40 yaşa və s. Onlar çoxdur. Amma son illərdə təbii artım azalıb deyə fikir versəz 0-4 yaşlı uşaqlar, 5-9 yaşlı uşaqlar daha azdır. Əgər belə gedərsə, piramida necə dəyişəcək? Belə gedərsə, bundan sonra Azərbaycanda elə bu hissə daralaraq davam edəcək. Çünki uşaqlar az doğulur, yuxarı hissə daha enli formada qalacaq. Bu da Azərbaycanın yaş cins piramidasıdır, gördüyünüz kimi. Daha sonra, iqtisadi rayonlar üzrə biz nəyi bilməliyik? İqtisadi rayonlar üzrə mən sizə 2 qeyd əsas demək istəyirəm. Testlərdə çox işinizə yarayacaq. Birincisi, bu cədvələ keçməmişdən bu təbii artımla bağlıdır. Birinci urbanizasiya səviyyəsi ilə bağlı bir şey deyim, yadda saxlayın, testlərdə lazım olacaq. Mən dedim ki, bayaq Azərbaycanda urbanizasiya səviyyəsi təqribən 54%-dir, yəni yarısından çoxu şəhərlərdə yaşayır. Amma 14 dənə iqtisadi rayonumuzdan cəmi 3 dənə iqtisadi rayon var ki, onlarda əhalinin yarısından çoxu şəhərdə yaşayır. Yəni şəhər əhalisi üstündür. Amma yerdə qalan 11 iqtisadi rayonumuzda kənd əhalisi üstündür. Bax, Azərbaycanda şəhər əhalisinin üstün olduğu iqtisadi rayonlar hansılardır? Biri Bakıdır, ikincisi Abşeron xızı, təbii ki, burada o Xırdalan və Sumqayıt şəhərlərinə görədir. Üçüncüsü də Gəncə Daşkəsən. Deməli, bu 3 dənə iqtisadi rayonu yadda saxlayırsınız ki, Bakı, Abşeron xızı və Gəncə Daşkəsən qeyddə götürə bilərsiniz. Bunlarda şəhər əhalisi üstündür. Digər iqtisadi rayonlar qabağınıza çıxdıqda, burada artıq bilmiş olursunuz ki, burada kənd əhalisi daha üstündür. Ümumi Azərbaycan olaraq götürsək isə, Azərbaycanda təbii ki, şəhər əhalisi daha üstün olmuş olur. Bu da belə. Daha sonra, bu cədvəl nədir? Bu cədvəldə iqtisadi rayonları nişanlamışam təbii artımına görə sizin üçün. Təbii ki, bütün iqtisadi rayonların təbii artımının biz statistikasını yadda saxlaya bilmərik. Heç buna ehtiyac da yoxdur. Bu ildən ilə dəyişən bir şeydir. Sadəcə burada bir dənə biz nəyə bilməliyik? Ən maksimum və ən minimumları biz burada nəzər yetirməliyik ki, baxın, Dağlıq Şirvandır, daha sonra Şirvan Salyandır, fikir versəz, Mil Muğandır, bir də Lənkəran Astaradır. Bu iqtisadi rayonlar təbii artımın ən yüksək olduğu iqtisadi rayonlardır. Və ən aşağı təbii artımın olduğu iqtisadi rayonlara baxsaq, bu Bakı iqtisadi rayonu, Abşeron xızı iqtisadi rayonu və Gəncə Daşkəsən iqtisadi rayonların biz burada nişanlaya bilərik ki, bunlar təbii artımın ən az olduğu iqtisadi rayonlardır. Bu da gördüyünüz kimi dərslikdən götürülmə bir statistikadır və bu 2022-ci ilin statistikasına söykənir. Təbii ki, bu ildən ilə yenə deyirəm, dəyişə bilər, amma hər bir halda dərslikdə verilən statistika
bu yöndədir. Ona görə suallar da buna əsasən formalaşır. Bu belə. Fikir versəz, burada Azərbaycanda əhalinin təbii artımı artıq 3,5 nəfər olaraq göstərilir. Ümumi Azərbaycan Respublikası üçün təbii artım 3,5 nəfər olaraq göstərilir. Bayaq da dediyim kimi 3,5, 4,2 müxtəlif statistikalar var. Hər bir halda bu intervalda təbii artımın düşməsi görünməkdədir. Gəlin inzibati rayonlar üzrə də Azərbaycanın təbii artımı nəzər yetirək statistik göstəricilərinə. Burada da yenə təbii ki, bütün rayonları əzbər yadda saxlaya bilməsək də, ən azından təqrib bir bizə coğrafi məntiq formalaşmalıdır ki, hansı rayonlarda daha çox, hansı daha azdır. Siz fikir versəz, Lənkəran Astara İqtisadi rayonunun rayonlarında, xüsusilə Biləsuvar, Cəlilabad və Yardımlıda çox yüksək təbii artım görürük biz. Bundan başqa burada Qobustanı biz yüksək təbii artım kimi nişanlaya bilərik. Baxın, Şirvan, Salyan İqtisadi rayonunun rayonları, məsələn, burada Hacıqabuldur, Salyandır, fikir versəz. Milmuğanı rayonları, Beyləqan, İmişli, Saatlı, Sabirabaddır. Burada Dağlıq Şirvandan, baxın, burada məsələn Şamaxıdır. Burada görürsünüz ki, məsələn, Quba rayonudur. Bunların təbii artımı, yəni bu xəritədə ən azından göz yaddaşına və iqtisadi rayonlar üzrə bunları yadda saxlaya bilərsiniz. Bunlarda təbii artım daha çoxdur. Bundan başqa Qarabağ İqtisadi rayonunda fikir verin. Xocavənd, Xankəndi, Xocalı əraziləri təbii artımın daha çox olduğu ərazilər. Şəki-Zaqatalada isə nisbətən Qəbələdə daha yüksəkdir. Amma təbii artımın ən az olduğu rayon və şəhərlərə nəzər yetirsək, xüsusilə burada Bakı şəhərində təbii artım çox aşağıdır. Xızıda, Siyəzəndə, bundan başqa Neftçala əraziləri, Şəki-Zaqatalanın əksər hissəsində, eyni zamanda Qazax, Ağstafada, burada Ordubad, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl əraziləri, Samux əraziləri, bayaq da onsuz demişdik ki, Gəncə Daşkəsəndə təbii artım azdır. Bunlar təbii artımın daha az olduğu inzibati rayonlardır. Təbii ki, bu biraz əzbərçi məlumatdır. Bacardığınız qədər çalışın ki, heç olmasa ən yüksək və ən aşağı təbii artımı olan inzibati rayonları yadda saxlayasınız. Azərbaycan əhalisinin sıxlığına nəzər yetirdikdə nəyi müşahidə edirik? Birincisi, burada məntiqlə yanaşsaq, aydın məsələ ki, Bakı şəhəri, Şirvan şəhəri, Sumqayıt şəhəri, Gəncə şəhəri kimi ərazilər əhali sıxlığı yüksəkdir. Və bunun olması normaldır. Çünki ən əsas şəhərlərdir, əhali urbanizasiya ora meyl edir, infrastrukturun olduğu yerdir, iş sahələrinin, gəlirinin daha yüksək olduğu yerdir. Bu heç. Bundan başqa inzibati rayonlar olaraq baxsaq, məsələn, Quba Xaçmaz İqtisadi rayonunda biz demişdik ki, ən yüksək burada əhali sıxlığı Xaçmaz rayonunda qeydə alınır. Bu iqtisadi rayonlar dərsimizdə də demişdik. Lənkəran Astara iqtisadi rayonundan fikir versəz, görərsiniz ki, orada əhali sıxlığı çoxdur. Xüsusilə burada baxın, Astaradır, Masallı rayonlarında əhali sıxlığı daha yüksəkdir. Bundan başqa elə Lənkəranın özündə də əhali sıxlığının yüksək olduğunu görürük. Burada nisbətən biz lerikdə əhali sıxlığını az olaraq müşahidə edirik. Bu da aydın məsələ ki, ərazinin dağlıq olması ilə əlaqədardır. Daha sonra biz burada Abşeron rayonunda yenə də əhali sıxlığının yüksək olduğunu nəzər yetiririk. Burada təbii ki, Masazır qəsəbəsi, Xırdalan şəhəri var Abşeron rayonunda. Ona görə orada da əhali sıxlığı daha yüksəkdir. Eyni zamanda baxın burada Balakən, Zaqatala rayonlarında, burada Qazax rayonu, Tovuz rayonu, daha sonra Gədəbəy rayonunda biz burada Şəmkirdə əhali sıxlığının nisbətən daha yüksək olduğunu müşahidə edirik. Bunlardan da daha yüksəyə baxsaq, təbii ki, Ağdam rayonu, burada Bərdə rayonu əhalinin daha yüksək olduğu yerlərdir. Sədərək rayonu, Şərur rayonu. Təbii ki, əsasən biraz ərazisi daha balaca rayonlar və əsasən də düzənlikdə yerləşən rayonlarımızda əhali sıxlığı daha yüksəkdir coğrafi məntiq olaraq baxdıqda. Bu da başa düşüləndir. Niyə görə? Çünki Azərbaycan əhalisinin əksəriyyəti düzənlik və dağətəyi yerlərdə yaşayır, xüsusilə 500 metrə qədər olan yerlərdə. 1000 metrdən yuxarıda Azərbaycan əhalisinin 10%-dən daha azı yaşayır. Yəni Azərbaycan əhalisiinin təqribən 90%-i 1000 metrə qədər hündürlükdə yaşayır. Yəni biz düzənlik və dağətəyi yerlərdə yaşayırıq. Buna görə də düzənlik rayonlarımız, dağətəyi rayonlarımız və nisbətən də infrastrukturun inkişaf etdiyi rayonlarımızda əhali sıxlığı daha yüksəkdir. Əhali sıxlığının ən az olduğu yerlər haralardır? Məsələn, fikir verin, Xızıda, Xocalıda, Xocavənddə və yaxud da burada Daşkəsəndə əhali sıxlığı daha azdır. Niyə görə azdır? Ona görə ki, bunlar əsasən dağlıq rayonlardır. Dağlıq rayonlar olduğuna görə də əhali burada daha az məskunlaşıb. İnfrastruktur daha zəif olduğuna görə buradan əhali
köçmüşdür. Bundan başqa biz fikir versək, məsələn, Quba Xaçmazda burada ən aşağı, Quba Xaçmaz iqtisadi rayonunda ən aşağı əhali sıxlığı Şabran rayonunda müşahidə edilirdi. Burada məsələn Qax rayonunda fikir versəz, əhali sıxlığı nisbətən daha azdır. Şərqi Zəngəzur iqtisadi rayonunda fikir verin. Kəlbəcərdə, Qubadlıda, burada ümumiyyətlə Laçın, Kəlbəcər, Laçın, Qubadlıda əhali sıxlığı azdır. Bu da təbii ki, yenə də oranın relyefi ilə əlaqədardır, həm müharibə şəraiti ilə əlaqədardır. Naxçıvanda məsələn fikir versək, Şahbuz rayonunda, təbii ki, orada onun əsas dağlıq rayonudur, əhali sıxlığı daha azdır. Və aydın məsələdir ki, bu mərkəzi Aran rayonlarında isə əhali sıxlığı daha yüksək hesab olunur. Eyni zamanda Şirvan, Salyanda da, yenə də Milmuğanda da əhali sıxlığı daha yüksək hesab olunur. Təbii ki, biz bütün rayonların hansının əhali sıxlığı nə qədərdir, bunu yadda saxlaya bilmərik. Bu mümkün olan bir şey deyil. İndi kimsə yadda saxlaya bilərsə, əzbərləyə bilərsə, lap əla. Amma bu ümumən yadda qalan bir şey deyil və ehtiyac da yoxdur buna. Biz sadəcə coğrafi məntiq olaraq başa düşsək ki, məsələn, bu dağlıq rayonlar, bu iqtisadi rayonların əsas bu rayonlarında əhali sıxlığı azdır. Düzənlik rayonlarımızda, şəhərlərimizdə və onlara yaxın yerlərdə əhali sıxlığı daha yüksəkdir. Biz buradan olan testləri yaza biləcəyik. Azərbaycanda olan ümumi əhali sıxlığı artıq son statistikalarda 117 nəfər göstərilir ki, bu da o deməkdir ki, Azərbaycan da əhali sıxlığına görə yetərincə yüksək göstəriciyə malikdir. Bu da aydın məsələdir ki, ərazimiz azdır, 86,6 min kvadrat kilometrdir. Əhalimiz isə artıq 10 milyonu keçib və artmaqda da davam edir. Əhali sıxlığı da necə tapılırdı bilirsiniz? Əhalinin ümumi sayı bölünürdü ərazinin sahəsinə. Daha sonra biz sizinlə burada ölkənin mexaniki artımına nəzər yetirəcəyik. Mexaniki artım nə idi? Bilirsiniz ki, immigrantlar var və emigrantlar var. İmmigrantlar ölkəyə gələnlərdir, emigrantlar ölkədən gedənlərdir. Baxın, burada ölkəyə daimi yaşayış üçün gələnlərdir, yəni immigrantlar. Digər isə ölkədən daimi yaşayış üçün gedənlərdir, yəni emigrantlar. Və biz bunların nisbətinə baxdıqda immigrantla emigrantın fərqi mexaniki artımdır. Adətən Azərbaycanda mexaniki artım daha əvvəldən mənfi olmuşdur. Bunun da səbəbi nədir? Aydın məsələ ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və inkişaf etməkdə olan ölkələr əsasən emiqrasiya ölkələri olurlar. Yəni oradan əhali gedir əsasən daha çoxu və mexaniki artım mənfi olur. Və biz bilirik ki, əhali bölməsindən mexaniki artım hesabına əhalisi artanlar kimlərdir? İnkişaf eləmiş ölkələrdə, orada immiqrant çox olur. İnkişaf etməkdə olan ölkələrdə isə emiqrant çoxdur. Yəni mexaniki azalma var. Orada təbii artım hesabına artır əhali. Azərbaycanda da mexaniki artıma baxanda əvvəlcə bunu müşahidə edirik. Amma maraqlı bir nüans var, indi göstərəcəm sizə. Baxın. Məsələn, 1990-larda ölkəyə gələnlər 84,3 min nəfər, gedənlər isə 137,9 min nəfər, yəni gedənlər daha çoxdur. Bunu siz 95-də də gedənləri daha çox görürsünüz, 2000-də də gedənləri daha çox görürsünüz. 2010-da da fikir verin, gedənlər Azərbaycanda daha çoxdur. Ancaq daha müasir dövrlərə gəldikcə 2010-lardan sonra son illərdə xüsusilə fikir verirsiniz, məsələn 2019-da, 2023 statistikalarında Azərbaycana daimi yaşayış üçün gələnlər daimi yaşayış üçün gedənlərdən daha çoxdur. Amma bu cümləni də yadda saxlayın ki, bu da dərslikdə verilmiş bir cümlədir ki, bu fərq çox cüzi olduğuna görə əhalinin artımına ciddi təsir etmir. Bir daha deyirəm, bu mexaniki artım fərqi, yəni gələnlərin gedənlərdən çox olması. Yəni 2900 adam gəlib, 1100 adam gedib də. Yəni burada bir 1000 nəfər, 1500 nəfər də tutaq ki, bir artım varsa, bu əhalinin artımına ciddi təsir etmir. Yəni Azərbaycanda biz əhalinin artımından danışarkən mexaniki artımı burada xüsusi olaraq vurğulaya bilmərik. Bizdə artım əsasən təbii artım formasında davam edir. Az öncə mən vurğulamışdım ki, Azərbaycanda əhali əsasən düzənlik ərazilərdə yaşayır və əsasən 500 metrə qədər hündürlüklərdə yaşayır. Hətta demişdim ki, əhalinin 90% demək olar ki, 1000 metrə qədər hündürlüklərdədir. Yəni biz dağlıq ərazilərdə daha az məskunlaşmışıq. Bu da normaldır, bu bütün dünyada belədir. Ancaq Azərbaycanda ən hündürdə yerləşən 2 yaşayış məntəqəsi var ki, bununla testlərdə düşə bilir. Bunu da bilməyimiz lazımdır. Biri Quba rayonunda olan Xınalıqdır, Xınalıq kəndidir ki, ora Quba rayonunda, baxın, Quba İnzibati rayonunda Xınalıq kəndidir. Biri də Kəlbəcərdə olan
Yuxarı Bağırsaq yaşayış məntəqəsi. Bax, bu iki məntəqəni yadda saxlayın. Qubada Xınalıq və Kəlbəcərdə Yuxarı Bağırsaq. Bunlar Azərbaycanda ən hündürdə yerləşən yaşayış məntəqələridir. Bundan başqa, son olaraq biz Azərbaycan əhalisində milli azlıqlara da baxmalıyıq. Biz bilməliyik ki, Azərbaycan baxmayaraq ki, burada milli azlıqlar ümumi əhalinin sayının 10%-dən daha azını tutur. Yəni 90%-dən çoxu yekcinsdir. Amma yenə də Azərbaycan çoxmillətli ölkə olaraq qəbul olunur. Azərbaycanda yekcins iqtisadi rayonlar var. Yekcins nə deməkdir? Yəni milli azlıqların olmadığı, sadəcə bir millətli, belə deyək də, iqtisadi rayonlar var. Məsələn, Qazax Tovuzdur, daha sonra Gəncə Daşkəsəndir. Burada Milmuğan iqtisadi rayonudur. Eyni zamanda Naxçıvan iqtisadi rayonudur, Şirvan Salyan iqtisadi rayonudur. Bunlar əsasən, hətta mərkəzi aranda bunlar hesab olunurlar yekcins, yəni bir millətli iqtisadi rayonlar. Bir də var çoxmillətli iqtisadi rayonlarımız. Burada çoxmillətli iqtisadi rayonlar deyəndə birinci təbii ki, Bakı gəlir ağlımıza. İqtisadi rayonlar dərsində demişdim ki, ən çox etnik qarşılıq Bakıdadır. Ona görə ki, əhalinin əksəriyyəti onsuz da urbanizasiya edəndə, şəhər əhalisi gedəndə Bakıya köçür və ona görə bütün iqtisadi rayonlardan bura köç var. Ona görə də bütün iqtisadi rayonlarda olan milli azlıqlardan bura köçənlər var. Ona görə də Bakı iqtisadi rayonu eyni zamanda nəzərə alsaq ki, sənaye inkişaf eləyib, hətta xaricdən gələn insanlar da burada məskunlaşır, Bakı, Sumqayıt kimi ərazilərdə. Ona görə burada etnik tərkib, milli tərkib xüsusilə qarışıqdır. İndi biz burada xüsusi olaraq nəyə vurğulamalıyıq? Birincisi vurğulamalıyıq Quba xaçmazı. Niyə? Çünki Quba xaçmazının da milli tərkibi qarışıqdır. Burada xüsusilə Quba rayonunda bayaq dedim, Xınalıq kəndi, orada Xınalıqlılar, bundan başqa burada yerləşən Buduqlular, Qırızlılar, bunlar Quba xaçmaz iqtisadi rayonunda, xüsusilə Qubada və Qusarda Ləzgilər, bunlar əsas milli azlıqlardır. Bir daha deyirəm, Buduqlular, Qırızlılar, Ləzgilər, Xınalıqlılar əsas milli azlıqlardır və bunlar Şimali Qafqaz dil ailəsinə aiddir. Hansı dil ailəsinə? Şimali Qafqaz. Kimlər? Bir daha deyirəm, Buduqlular, Qırızlılar, Xınalıqlılar, Ləzgilər, bunlar aiddir Şimali Qafqaz dil ailəsinə. Bir də burada var Tatlar və Dağ Yəhudiləri. Dağ Yəhudiləri yaşayır Qubada. Tatlar isə həm Qubada var, həm Şabranda var. Tatlar da, həm də Dağ Yəhudiləri də, bunlar da aiddirlər Hind-Avropa dil ailəsinin İran dil qrupuna. İndi burada bir dənə şey deyim sizə. Siz düşünə bilərsiniz ki, bu dərsə baxanda, axı Yəhudilər Afro-Asiya dil ailəsinin Hami-Sami qrupuna aiddir. Bunlar axı Tatlar bilirik. Tatlar onsuz da aydın məsələdir ki, Tatlar da, Talışlar da, bunlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Amma axı Yəhudilər Afro-Asiyada Hami-Sami qrupuna aiddir. Burada belə bir şey var. Burada Dağ Yəhudiləri Qubada yaşayarkən, bunlar belə hesab olunur ki, Tatlarla daha çox, belə deyək, qaynayıb qarışdığına görə, bir növ assimiliyasiya getdiyinə görə, bunlar artıq daha çox Tat dilində danışır və Tat dilinə uyğun bir dildə danışır və bunlar da hesab olunurlar Hind-Avropa dil ailəsinin İran dil qrupunda. Bir daha deyək ki, Quba Xaçmaz iqtisadi rayonunda Ləzgilər var, xüsusilə Quba və Qusarda. Daha sonra burada Qubada yenə də Xınalıqlılar, Buduqlular, Qırızlılar var ki, bunlar Şimali Qafqaz dil ailəsi hesab olunurlar. Bir də Tatlar var, əsasən Quba və Şabrandadılar bunlar. Digər inzibati rayonlarda da var təbii ki. Bu Tatlar da burada həmçində Qubada olan Dağ Yəhudiləri də Hind-Avropanın İran dil qrupunda hesab olunurlar. Daha sonra biz burada Abşeron xızıdan danışırıq. Dedik ki, Abşeron xızının da milli tərkibi qarışıqdır. Bayaq dedim ki, orada Sumqayıt şəhərində də bir çox milli azlıqlar var. Eyni zamanda Xızıda da Tatlar var. Bax, burada Quba Şabranda da əsasən Tatlar. Abşeron xızı iqtisadi rayonunda isə Xızıda da yenə Tatlar var. Yenə də onlar da təbii ki, Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddirlər. Bakı iqtisadi rayonunda onsuz bayaq yenə vurğulayıram ki, bura ən qarışıq iqtisadi rayondur milli tərkib olaraq. Daha sonra biz baxırıq Lənkəran-Astara iqtisadi rayonuna. Lənkəran-Astara iqtisadi rayonunda isə bilirsiniz ki, Talışlar. Bura əsasən iki millətli hesab olunur. Burada xüsusi milli azlıq Talışlar hesab olunurlar. Talışlar da yenə Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddirlər.
Daha sonra etnik tərkib olaraq ən qarışıq iqtisadi rayonlarımızdan təbii ki biz Şəki-Zaqatalanı çəkə bilərik. Burada Şəki-Zaqatalada deməli Ləzgilər, Saxurlar, Udilər kimi, yəni milli azlıqlar yaşayır. Udilər xüsusilə Qəbələdədir. Bunlar hesab olunurlar deməli yenə də Şimali Qafqaz dil ailəsində. Bir də Gürcülər və İngiloylar var. Bunlar isə Kartvel dil ailəsində hesab olunurlar. Bir daha deyirəm, Kartvel dil ailəsində. Kartvel dil ailəsində Şəki-Zaqatalada Gürcülər və İngiloylardır. İngiloylar və Gürcülər. Digərləri isə Saxurlar, Ləzgilər, Udilər. Udilər də xüsusilə qəbilə rayonundadır. Bunlar da Şimali Qafqaz dil ailəsində yerləşirlər. Bir də Şərqi Zəngəzur bölgəsində, yəni Azərbaycanın qərb bölgəsində Kürdlər də məskunlaşmışdır. Bunu da yadda saxlayaq. Bu da Azərbaycanda olan əsas milli azlıqlardır və Azərbaycan dedik ki, çox millətli bir dövlətdir. Beləcə, mən bugün sizə Azərbaycan əhalisi ilə bağlı ən əsas məsələləri çatdırmağa çalışdım. Ümid edirəm ki, siz bu videonu diqqətlə izlədikdən sonra müəyyən statistik məlumatları özünüz üçün yadda saxladıqdan sonra artıq Azərbaycan əhalisinə aid bütün testləri çox rahat bir şəkildə işləyə biləcəksiniz. Sağ olun, uğurlar arzulayıram.